Salam əziz dostlar və əziz abituriyentlər. Bugün sizinlə bir yerdə biz o və bu əvəzliklərində vergül məsələsinə toxunacağıq. Bildiyimiz kimi bu məsələ həm orta məktəblərdə, həm də dimin imtahanlarında vacib məsələlərdən biridir. Dim test toplularında və digər vəsaitlərdə işlədiyimiz digər test vəsaitlərində qarşımıza çıxan aktual mövzulardan biridir və əsasən abituriyentlərin, şagirdlərin ən çox səhv buraxdığı məsələlərdən biri də o və bu əvəzliklərində vergül məsələsidir. Qeyd edək ki, o və bu əvəzliklərində vergül məsələsi sadəcə əvəzlik bəhsində qarşımıza çıxmır, həmçinin cümlədə, sintaksisdə, yəni daha sonra bununla bərabər durğu işarələri bəhsində, məsələn, elə ola bilər ki, vasitəli və vasitəsiz nitqdə durğu işarələrini bərpa eləmək lazım gəlir. Test tapşırığı belə olur. O zaman şagird o və bu əvəzliklərinə diqqət yetirmir və beləliklə orada bir vergül işarəsini unudur və beləliklə səhv, belə deyək də, cavabı işarələyir. Bu səbəbdən də biz bu bəhsi daha dərindən öyrənməliyik. Əlbəttə ki, bu bəhs bu qədər qısa deyil. Yəni mən burada yazdığım qədər qısa deyil. Bunu daha dərindən öyrənmək, daha çox testlər işləmək, nümunələr belə deyək də öyrənmək lazımdır. Nümunələr çəkmək lazımdır. Amma qısa şəkildə belə mən yazmışam. Ümid edirəm ki, sizin üçün də faydalı olar. Başlayaq o və bu işarə əvəzliklərindən sonra burada nisbi şəkildə işarə əvəzliyi yazmışam. Bildiyimiz kimi o əvəzlik həm də şəxs əvəzliyi ola bilər. Əvəzliklərindən sonra vergülün qoyulma məqamları müxtəlifdir deyə qeyd eləmişəm. Bu müxtəlifliklər nələrdən ibarətdir? İlk növbədə o və bu əvəzliklərə kim və nə suallarına cavab verməlidir. Bu nə deməkdir? Yəni bizim cümlə daxilində istifadə etdiyimiz o və bu əvəzlikləri kim və yaxud nə sualına cavab verir. Və bu zaman onlar belə deyək də şəxs mənası, əşya və yaxud da əşya hadisə mənası ifadə etməyə başlayır. Bu zamanda həmin əvəzliklərdən sonra vergül işarəsi qoyulur. İlk növbədə başlıq nümunələrimizdən o birinci olmuşdur. Birinci olmuşdur. Kim o? Burada gördüyünüz kimi o əvəzliyi şəxs mənası ifadə edir və kim sualına cavab verir. Belə olduğu halda ondan sonra vergül işarəsi qoymağımız vacib olur. O atamın yaxın dostudur. Yaxın dostudur. Kim o? Burada gördüyünüz kimi o əvəzliyi yenə şəxs mənası ifadə edir və kim sualına cavab verir. Bu zamanda biz ondan sonra, yəni o əvəzliyindən sonra vergül işarəsini mütləq şəkildə qoymalıyıq. Bu əlbəttə olmuş hadisədir. Olmuş hadisədir. Nə bu? Burada sizi çaşdıra bilər, əlbəttə bildiyimiz kimi modal sözdür. Deyə bilərsiniz ki, modal sözdə hər iki tərəfindən vergül qoymaq zaten olması lazım olan bir şeydir. Amma belə deyil. Burada budan sonra olan vergül həm modal sözün vergüldür, həm də budan sonra istifadə olunmalı olan belə deyək də əsas vergüllərdən biridir. Çünki burada bu nə sualına cavab verir və nə sualına cavab verdiyinə görə də biz ondan sonra mütləq şəkildə zaten burada əlbəttə olsa da, olmasa da vergül qoymalıyıq. Məsələn, bu olmuş hadisədir. Olmuş hadisədir. Nə bu? Yəni əlbəttə çıxartsaq belə burada ondan sonra vergül qoyulmalıdır. Daha sonra diqqət yetirək ikinci məqama. Özündən sonra isim, sifət, sait, zərf, feili sifət, modal və nidalı sözlər gəlməlidir. Bu nə deməkdir? Yəni bu o və bu əvəzliklərimiz hansı ki onlardan sonra vergül qoyulmalıdır. Biz əgər orada vergül qoymaq istəyiriksə, diqqət etməliyik ki, odan və budan sonra gələn söz hansı nitq hissəsinə aiddir. Yəni əgər burada isim, sifət, say və zərf kimi əsas nitq hissələrinə aid olan sözlər varsa, biz o zaman o və bundan sonra vergül qoyuruq. Və yaxud da feillərdən feili sifət varsa, bu zamanda odan sonra vergül işarəsi qoymaq olar. Modal və nidalı sözlər isə mütləq şəkildə zaten özləri əksərən vergül tələb etdiklərinə görə onlardan belə deyək də əvvəl və sonra da əksərən vergül qoyulduğuna görə xüsusilə də modal sözdə vergül qoyulmalıdır. Bununla bərabər həm də bayaq da qeyd etdiyim kimi həmin o və bu əvəzlikləri kim və nə suallarına cavab verdiyi təqdirdə də əlbəttə burada biz ondan sonra vergül qoymalıyıq. İndi nümunələrimizə diqqət yetirək. O maraqlı kitabdır. Kitabdır nə? O. Necə kitabdır? Maraqlı kitabdır. Burada maraqlı sözü gördüyünüz kimi sifətdir. Əgər burada odan sonra sifət varsa və o əvəzlikdə kim nə suallarına cavab verirsə, biz burada əlbəttə ki özündən sonra vergül qoymalıyıq. O oxuyan uşaqdır. Oxuyan uşaqdır. Kim o? Gördüyünüz kimi burada
O'dan sonra oxuyan uşaqdır. Oxuyan sözü fe'li sifətdir. Və burada o əvəzliyi kim sualına cavab verir və belə olduğu halda biz ondan sonra əlbəttə ki, vergül qoymalıyıq. Bu ay aman dəhşətli bir qəzadır. Qəzadır, necə qəzadır? Dəhşətli qəzadır. Nə bu? Gördüyünüz kimi bundan sonra vergül işarəsi qoyulmalıdır. Ay aman isə nida olduğuna görə nidadan sonra da vergül qoyulub. Və əlbəttə ki, nida olduğuna görə bundan sonra vergül qoyulması vacibdir. Bəs nə vaxt vergül qoyulmur? Bu məsələyə də diqqət yetirək. O bu əvəzliyi hansı sualına cavab verib işarə mənası kəsb edərsə, bu zaman vergül qoyulmur. Bu nə demək? Bayaq da qeyd etdiyimiz kimi burada kim və nə suallarına cavab verdikdə ondan sonra vergül qoyulduğunu qeyd etmişdik. Burada isə hansı sualına cavab verib və işarə mənası kəsb edərsə, bu zaman ondan sonra vergül qoyulmur. O kitabı masanın üzərinə qoyarsan. Hansı kitabı? O kitabı. Gördüyünüz kimi o burada hansı sualına cavab verir, işarə mənası verir, kitabı belə deyil, işarə edərək göstərir ki, o kitabı. Daha sonraki məsələ kim və nə sualına cavab verib özündən sonra feil əvəzi gələrsə. Bu nə deməkdir? Bayaq burada kim və nə suallarına cavab verdiyi təqdirdə vergül qoyulması lazım olduğunu demişdik. Amma burada onu inkar edirik. Niyə? Çünki kim və nə suallarına cavab verən bir o və bu özündən sonra feil və yaxud əvəzi gəldiyi təqdirdə vergül qoyulmur. Onlarda virgül olmur. Məsələn, o oxumadan gəlmişdi. Gəlmişdi kim o? Okey, burada onda virgül qoyaq. Xeyr, bu doğru deyil. Çünki ondan sonra əgər biz virgül qoysaq, bu zaman oxumadan sözünü feili bağlama olduğunu inkar edirik. Bəli, burada o bir şəxs mənası ifadə edə bilər. Kim sualına cavab verə bilər. Amma özündən sonra oxumadan, mədən şəkilçili bir feili bağlama gəldiyinə görə, bir feil gəldiyinə görə ondan sonra vergül qoyulması qeyri-mümkündür. Burada artıq biz bu ikinci maddədə anlayırıq ki, biz sadəcə qaydalara söykənməməliyik və yaxud da qaydaları yarımçıq oxumamalıyıq. Test işləyərkən qaydaları tam şəkildə oxuyub bu formada test işləməliyik. Çünki əks təqdirdə bu bizim üçün həmin testdə səhv etməyi daha asan hala gətirir. Bugünlük bu qədər əziz dostlar. Ümid edirəm ki, bəyəndiniz. Ümid edirəm ki, izahım sizin üçün aydın, anlaşıqlı olmuşdur. Özünüzdən müğayət olun. Digər dərs videolarında görüşmək üzərə. Sağ olun.